Fərqlənin ölümündə bizi günahlandırırsan? Bütün ailəmin ölməyində sizin dolayı yolla əliniz var. Hiss edirəm ki, Zaur, sən özündə deyilsən. Onsuz da hər şeyi əlimdən alacaq. Xoşluqla ya məcburi. Vəziyyət ağırdır. Reanimasiya şöbəsinə yerləşdirəcəyik. Fərdən söhbətini biləndən sonra elə oldu. Kim deyil? Zaur deyil. Sən də otur evdə heç yerə getmə. Güya gedəsi yerim var idi axı. Onu sən bilərsən, 2 dəqiqə başına buraxdım, gəldim ki, Zaurla məşvərət edirsən. Tarihin yanına getməliyəm. Nə qədər ki, mən yoxam, buralar sənə əmanət. Salmazın vəziyyətinə çox üzülürəm. Bir tərəfdən də onun bəxti yaman gətirib. Elə çətindir ki, itirmişəm özümü. Mən bunu çoxdan eləməliydim. Heç kim mənə aid olan nə isə əlimdən ala bilməz. Nəsə olub? Bayaq papaya biraz əsəbləşdi. Arzun qardaşını işə götürür. Əməlli başlı kişinin beynini yeyirlər. Deyirsən ki, başqa niyyətləri var? Onlar tez sağal. Elə bil səndən başqa heç kimin qalmayıb. Tahirin vəziyyəti işi yaxşı deyil. Hamısı da mənə görə. Buradan günahın yekəsi bir məndədir, bir də almazlar. Cavid çox aqressivdir. Səndən kömək istəməyə gəlmişəm. Xəyanət 26 dekabr saat 22-də Xəzərdə.